Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bugün mən sizə həyatda hər bir müsəlmanın gözünün ağı qarası sayılacaq ən çox sevdiyi əməl barədə danışacağım. Niyə müsəlman deyirəm? Çünki adam həqiqi müsəlmandırsa, Peyğəmbər sallallahu aleyhi və sələmin yolunu gedən müsəlman, Peyğəmbər sallallahu aleyhi və sələmin sevdiyi əməli o da onun kimi sevməlidir. Rasulullah sallallahu aleyhi və sələm də bu həyatda çox şeyi sevirdi. Amma sevdikləri arasında gözünün ağı qarası ən çox sevdiyi namaz idi. Təsəvvür edin, namazı ailəsindən, övladından, dostlarından, dünya malından, hər bir şeydən çox sevirdi. Və Peyğəmbər sallallahu aleyhi və sələmə sahabə sual verəndə ki, ən xeyirli əməl hansı əməldir? Deyir ki, vaxtında qılınan namaz. Ən xeyirli əməl vaxtında qılınan namazdır. Əgər Tövbə surəsini açıb oxusanız, orada bir ayəyə gəlib rast gələcəksiniz. Ayədə Allah Teala xəbər verir ki, Allahın evlərini, yəni məscidləri namaz qılan insanlar abadlaşdırır. Yəni, əgər məscid boş qalırsa, o məscidin xeyir, bərəkət olmayacaq. O məscidin içində namaz qılanlar olmalıdır ki, orada xeyir, bərəkət olsun. Və nə qədər onların sayı çox olacaqsa, o qədər də xeyir, bərəkət artacaq. Və təkcə məscidlər deyil, Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatına baxsaq görərik ki, vacib namazları cəmaatla bir yerdə həmişə məsciddə qılırdı. Amma nafilələri evdə qılırdı. Çox vaxt evdə qılırdı. Niyə? Evdə də bərəkət olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, evinizdə namaz qılın, Quran oxuyun, ev qəbirstanlığa bənzəməsin, xarabalıq olmasın. Və cəmaat namazına gəlməyi Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə təşviq edirdi. İmkan daxilində hər bir müsəlman vacib namazı məsciddə cəmaatla bir yerdə qılsa, onun savabı daha çox olacaq. Rasulullah sallallahu aleyhi ve sellemin zamanında məscidə gəlməyənlər var idi. Namazı istəməyə qılanlar var idi. Məcburiyyət qarşısında cəmaatla bir yerdə olanda onlarla bir yerdə özünü göstərərək namaz qılanlar var idi. Onda Allah subhanahu teala Məun surəsinin ayələrini nazil edir. Fəvailü lil-musallin əlləzinəhum an salatihim səhun əlləzinəhum yuraun. Vay o namaz qılanların halına ki, onlar namazı səhlənkarlıqla qılır, necə gəldi, vaxtını keçirir, tələm-tələsik və ya özünü göstərirlər. Bax, bu münafiqlərin əlamətidir. Allah qorusun bizi belə əlamətdən. Hər kəs özünə vicdanla sual versin ki, namazını necə qılır? Əgər onların namazına bənzəyirsə namazı, Allah qorusun, qiyamət günü münafiqlərlə bir yerdə həşr olacaq. Heç o hovuzun yanına gəlib çıxa bilməyəcək. Hovuzun yanına gələndə mələklər onu hovuzun yanından qovacaq. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem yolunu getməyib. Yox, əgər Peyğəmbər sallallahu aleyhi ve sellem kimi namazı qılsa, vaxtında Allah üçün cəmaatla bir yerdə, qiyamət günü də həmin o hovuzun yanında cəmaatla bir yerdə olacaq. Bizim məqsədimiz budur ki, bu həyatdan sonraki həyatda Peyğəmbər sallallahu aleyhi və səlləmə qovuşaq, o ilə bir yerdə olaq. İnsan
gərək elədiyi əməlin nəticəsindən xəbəri olsun, faydasından xəbəri olsun, səmərəsindən xəbəri olsun ki, onu sevə-sevə yerinə yetirsin. Kiməsə gəlib deyirsən ki, namaz qıl. O qədər cahil insanlar olub ki, deyib ki, mən oradan kimsə pul verəcək. Nə faydası var mənə? Gündə 5 dəfə əyilib qalxıram, nə olacaq bunun axırı? Ondan sonra qeyib, başqa bir işlə məşğul olub, pul qazanaram və s. Belənçinə cavab verənlər olub. Odur ki, Rasulullah s.a.v. namaz qılmağın fəzilətini, faydasını sahabələrə bildirirdi ki, onlar daim bunu fikirləşsinlər və o fəzilətə nail olmaq üçün çalışsınlar. Yəni, gəlin, baxaq görək, namazın xüsusilə də bugünkü mövzumuz buna aiddir. Sübh namazının faydası. Niyə sübh namazı deyirəm? Çünki sübh namazına bir qism insanlar heç qalxmır, yatıb qalır. Bir qism insanlar heç məscidə getmir sübh namazına. Bir qism insanlar ümumiyyətlə sübh namazını qılmır ki, eybi yox. Bir dənə namazı qılmasam da olar. 4-ünü qılıram bəsimdir. Bütün bu hal qorxuludur. Xoş o insanın halına ki, sübh namazını vaxtında cəmaatla bir yerdə qılır. İmkan daxilində də məsciddə. Diqqət edin, faydalarına baxın namazın. Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, zülmət qaranlıqda cəmaat namazına gedənləri müjdəliyin. Fikir verin. Zülmət qaranlıqda bu səhər namazına aiddir, xüsusilə sübh namazına. Və qiyamət günü həmin o namaz o vaxt zülmət qaranlıq olanda möminlər üçün nur saçacaq. Cənnətə gedən yolu göstərəcək. Qiyamət günü. Hətta ayədə Allah Subhanahu deyir ki, münafiqlərin heç bir nuru olmayacaq o vaxt. Çünki münafiq idi, özünü göstərmək üçün namaz qılırdı. Amma həqiqi möminlərin həmin dövrdə nuru olacaq, cənnətə aparan nur. İkinci faydası, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim Allah rızası üçün namazını qılsa, xüsusilə sübh namazını, Allahın himayəsi altında olar. Yəni, Allah onu qorumağı öz öhdəsinə götürər. Allah onu bütün günü qoruyar. Fikir verin, Allah subhanətə onu qoruyar. Üçüncü faydası, mələklərin şahid olmasıdır. Qiyamət günü Allahın huzurunda deyəcək ki, ey Rəbbim, bax bu adam sübh namazına gəlirdi, sübh namazına qalxırdı. Və burada mələklər iki qismdir. Həmin vaxt bütün gecəni yer üzündə insanları nəzarət edən mələklər qalxır, gündüz insanları nəzarət etmək üçün olan mələklər eynir. Yəni, iki qism mələklər, iki dəstə mələk, İkisi də şahid olur ki, həmin vaxt bu yuxudan oyandı və sübh namazını qılmaq üçün cəmaatla bir yerdə sübh namazını qılmaq üçün məscidə getdi. Və qiyamət günü mələklər, bayaq dediyim kimi, şahid olacaq. Şahidlik edəcək ki, ey Rəbbim, bu adam sübh namazını qılırdı. Sonra sübh namazında Quran oxuyuruq. İmam oxuyur, biz də arxasında namaza dururuq, yaxud özümüz imamlıq eləyəndə oxuyuruq. Axır ki, sübh namazında o Qur'anı oxuyanda mələklər gəlir onu dinləyir və şahidlik edir ki, qiyamət günü bu adam Quran oxuyurdu. Bu elə-belə şey deyil, bu böyük neymətdir. Təsəvvür elə, qiyamət günüdür. Qorxursan ki, sənin axırın burada necə olacaq? Və mələklər gəlir, şahidlik edir ki, ey Rəbbim, bu namaz qılandır. Biz bunu həmişə namaz qılan görürdük sübh namazında. Bu böyük neymətdir. Həmçinin cənnətə aparan səbəbdir. Sübh namazını Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim iki çətin vaxtda, soyuq vaxtda namazı qılırsa, cənnətlik olacaq. Və o vaxtlar indi də həmçinin səhər-səhər soyuq olur. Səhər-səhər kimsə yatağından durmağa ərinir.
Həvəsi olmur. Deyirək, sonra gün çıxandan sonra qılaram, eybi yox, qəzasını qılaram. Gün çıxandan sonra bilərəkdən namazı saxlamaq, Allah qorusun, namazın heç qəbul olmaz. Vaxtında qılmaq lazımdır ki, Allah Subhanahu taala onu qəbul eləsin və səni cənnət əhlindən etsin. Həmçinin sübh namazını qılanlar ki var, onlar qiyamət günü Allahı görəcəklər. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə deyir ki, qiyamət günü siz 14 gecəlik ayı necə görürsünüz? Açıq aydın. Heç nə mani olmur onu baxmağa. Gözün qarşısında da 14 gecəlik ay. Eləcə də Rəbbinizi görəcəksiniz. Və sonra davam edib deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, kim sübh namazını ki qılır, gün çıxmamışdan əvvəl, onların Allahı görmək ehtimalı daha çox olacaq. Çünki onlar əziyyət çəkir Allaha yaxınlaşmaq üçün, Allaha dost olmaq üçün. Və Qüdsi hədisdə Allah Subhanahu taala deyir ki, qulum ona vacib buyurduqlarımı yerinə yetirməklə mənə yaxınlaşır. Yəni, siz təsəvvür edin, nə qədər çox o vacibləri yerinə yetirirsiniz, xüsusilə də sübh namazını. Çətin, ağır namazdır o. Yəni, sübh namazına qalxmaq çox çətindir. Onu yerinə yetirdikcə Allaha tərəf yaxınlaşırsınız və Allah sizi özünə dost qəbul edir. Bu böyük neymətdir. Deməli, yenə faydalarından biri nədir? Çoxlu savab, çoxlu xeyir əldə etmək. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sübh namazının o 2 rükəti dünya və onun içindəkilərdən xeyirlidir. Təsəvvür edin ki, dünya və onun içində nə qədər var dövlət varsa, nə qədər var dövlət, o tərəzinin bir gözünə qoyursan, o biri tərəfə isə həmin o 2 rükət sübh namazını, o ondan ağır gəlir. Savabı, xeyri ondan daha çoxdur. Bunu sadəcə olaraq başa düşmək, o da çox çətindir. Onu hər adam başa düşmür. Onu o sübh namazını cəmaatla bir yerdə qılan onun ləzzətini duyur, hiss eləyir onu. Onu gərək təcrübədən keçirib onu hiss eləyəsən. Ondan sonra həmişə o əməli yerinə yetirəcəksən ki, onun şirinliyini dadasan. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim sübh namazını cəmaatla bir yerdə, imamla bir yerdə qılarsa məsciddə, gecənin yarısını ibadət etmiş qədər savab qazanır. Fikir verirsiniz? İşa namazını da cəmaatla bir yerdə qılsa, gecənin o biri yarısını cəmaatla bir yerdə ibadət etmiş sayılır. Yəni, sübh və işanı məsciddə qılsan, bütün gecəni ibadət etmiş kimi savab qazanırsan. Savabın böyüklüyünə bax. Həmçinin bir rəvayətdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, amma artıq burada bunun savabı, bunun faydası, bunun xeyrini ancaq Allah bilir. Çünki hədisdə deyir ki, əgər insanlar sübh namazında olan xeyri nə qədər olduğunu bilsəydilər, diz üstə iməhliyərək məscidə gələrdilər. Təsəvvür edin, diz üstə iməhliyərək məscidə gələrdilər. Yəni, yeriyə bilmir adam, xəstədir, yaxud nə bilim, ağrıyır, yaxud nəysə də, amma o savabı əldə eləmək üçün gəlir məscidə. Bunu deyəndə yadıma Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından öncəki son günləri yadıma düşür. Rasulullah sallallahu aleyhi və səlləm 3 gün ölüm yatağında olur. Sonra vəfat edir. Ölüm yatağında olanda onun halı olmur. Ayağını yerə qoya bilmir. Təsəvvür edin. Yəni, özü yeriyə bilmir. Çağırır Abbas və Əli radiyallahu anh. Hərəsi bir qoluna girir, götürüb onu aparırlar məscidə. Evi məscidə yaxın olur. Məscidə gedəndə Ənəs radiyallahu anh deyir ki, ayağı yerlə sürünürdü. Yəni, ayağı yerə qoya bilmir ağrıdan. Amma buna baxmayaraq, sübh namazına məscidə gedir. Gedir cəmaatla bir yerdə, oturulu halda qılır. Söykənərək sahabəsinə. Amma qılır, o savaba çatmaq üçün, nail olmaq üçün. Bu, həqiqi müsəlmanın halıdır.
Düzdür, o kəslər ki, onların məscidə getmək imkanı yoxdur. İndi o dövrdə, hətta indi elə müsəlman ölkələri var ki, evdən çıxdın, 2 dəqiqəyə məsciddəsən, hər yer məsciddir. Amma burada biraz məscidlər uzaqdadır deyə, biz heç kəsi qınaya bilmərik ki, niyə durub məscidə getmirsən? Çünki evi çox uzaqdadır, minik vasitəsi də yoxdur, maşını yoxdur və məscidə getmək onun üçün çətindir deyə hər gün. Ona görə də o məscidə getməyənləri qınamırıq. O biri tərəfdən də niyə qınamırıq? Çünki Rasulullah sallallahu aleyhi və səlləm çox mərhəmətli idi. Heç kəsi zorla demir ki, məscidə gəlməlisən. Deyir ki, azanı eşidirsənsə, məscidə gəlməlisən. Deməli, azanı eşidən məsafədə olanlar məscidə gəlir. Eşitməyənlərə o cəmaat namazına gəlmək vacib deyil. Eşitməyənlər savabı qazanmaq üçün imkanı varsa qoy gəlsin. Və xüsusilə qeyd edək ki, cümə namazına artıq azanı eşitmək əhəmiyyət kəsb eləmir. Bilirsən ki, cümə namazı qılınacaq filan məsciddə, azanı eşitsən də, eşitməsən də cümə namazını qılmaq üçün gedib cəmaata qoşulmağın vacibdir. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm bayaq qeyd etdim axı, münafiqləri qınıyır ki, münafiqlər bu namaza qalxıb gəlmirlər. Ümumiyyətlə, heç qalxmırlar. Və niyəsi də başqa bir hədisdədir. İmam Buxari, Müslim rəvayət edib bu hədisi. Bir insan yatanda şeytan onun gözünə 3 dənə düyün vurur. Oyanan kimi əgər zikirləri eləsə, dualar var da orada, bir neçə dənə. Elhamdülillahillezî ahyana ba'dama amatana və ileyhin nushur. Elhamdülillahillezî afani fi cesedi və radda aleyhi ruhi. Adina li bi zikri. Duaları eləsə, birinci düyün açılır. Qalxıb dəstəmaz alsa, ikinci düyün açılır. Namaz qılsa, üçüncü düyün açılır və həmin gün o gümrah olur. İndi əsas məsələ nədir? O namaza qalxmaq. Hər kəs qalxa bilmir axı. Namaza qalxmaq üçün gərək səbəblərdən yapışasan. Səbəblər nədir? Birinci səbəb, yatmamışdan qabaq dua edirsən. Ki, Allah sənə nəsib eləsin ki, sübh namazını qıla biləsən, uyana biləsən. Səbəblərdən biri budur. İkinci səbəb nədir? Gecəni oturub başqa boş-boş işlərlə məşğul olmayasan. Saat 1-ə qədər, 2-yə qədər televizora baxmaq, hansısa bir əyləncəyə baxmaq, sonra da sübh namazına yatıb qalmaq. Bu qorxuludur. Qiyamət günü buna görə cavab verəcək. Üçüncü, səni oyadan vasitələrdən tutasan. Zəngli saatdır və yaxud kimsə məsələn oyanırsa ondan xahiş edəyəsən, səni də oyatsın. Bax, bu da həmin o səbəblərdən biridir. Həmçinin o səbəblərdən biri də insanın Allaha bağlı olmasıdır, günahlardan uzaq olmasıdır. Alimlərdən birinin yanına bir nəfər gəlir, deyir ki, mən səhər oyana bilmirəm. İstəyirəm, ancaq oyana bilmirəm. Mən neyim? Gör nə deyir? Alim ona nə cavab verir? Deyir, gündüzlər Rəbbinə asilik etmə ki, gecə huzuruna qalxmağa sənə müvəffəq eləsin. Gündüzlər o insanlar ki, günah işlər görür, axşam gəlir, yatır, heç özündən xəbəri də olmur. Çünki onun yanında ancaq şeytan fırlanır. Günahkarların yanında ancaq şeytan olur. Mömin insanların yanında isə mələklər olur. Sonda, əziz müsəlmanlar, bir dua öyrədəcəm sizə. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı Muaz ibn Cəbəl radiyallahu anh'a öyrədib. Və bu elə bir duadır ki, onu hər bir müsəlman gündə qıldığı 5 namazın axırında salamdan əvvəl deməlidir ki, Allah subhanət hələ ona bu duada istədiyini müvəffəq eləsin. Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəl radiyallahu anh'a deyir ki, ey Muaz, mən səni həqiqətən Allah üçün çox sevirəm.
Diqqət edin üsluba, müraciətə bax. Bunu deyir ki, o artıq gözləyir səbirsizlə ki, indi buna elə bir nəsihət eləyəcək ki, dəyərli bir nəsihət, qızıldan baha bir nəsihət olacaq bu. Çünki deyir, mən səni çox istəyirəm, çox istədiyimə bu nəsihəti edirəm, çox istədiyimə xeyirli şey öyrədirəm. Mən də həmçinin çox istədiyim müsəlman qardaş və bacılarıma Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi o duanı öyrədirəm. Deyir, ey Muaz, hər namazın, vacib namazın sonunda salamdan əvvəl bu duanı etmək yadından çıxmasın. Allahümmə a'inni alə zikrikə və şükrikə və husni ibadətikə. Allahım, səni zikr etməyə, sənə şükr etməyə və sənə gözəl tərzdə ibadət etməyə mənə müvəffəqiyyət ver. Hamımızın adından Allaha dua edib deyirəm. Allahümmə a'inni alə zikrikə və şükrikə və husni ibadətikə. Subhanəkallahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.